İndi isə hörmətli tamaşaçılar, digər əməkdaşımızla əlaqə yaradırıq Səbuhi Vaqifoğlu ilə. Səbuhi isə Milli Gimnastika Arenasının xaricindən bizimlə birbaşa bağlantıdadır. Səbuhi, buyur, təəssüratları səndən də eşidək. Necə də orada vəziyyət, ab-havanı bizə olduğu kimi çatdır, xahiş edirəm. Buyurun, söz sizdədir. Axşamınız xeyirli olsun Cavid. Mən də öz növbəmdə Azərbaycan millisini bu qələbə münasibəti ilə Azərbaycan xalqına təbrik edirəm. İnşallah bundan da gözəl, yüksək zirvələrə nail olsunlar. Nəinki Azərbaycan millimiz, həmçinin klublarımız, çempionatlarda, beynəlxalq arenalarda təmsil edən klublarımız daha da uğurlara imza atsınlar. Biz hazırda Milli Gimnastika Arenasının qarşısındayıq və azarkeşlər yavaş-yavaş Gimnastika Arenasını tərk etməyə başlayıblar. Hazırda yanımızda bir qrup azarkeşlər var ki, onlar öz sevinclərini bu cür nümayiş etdirirlər. Azərbaycan millisinin qələbəsi münasibəti ilə azarkeşlərimiz böyük coşku ilə, sevinclə qarşılayırlar. İstərdim, qısa da olsa azarkeşlərimiz bizimlə öz təəssüratlarını bölüşsünlər. Hər vaxtınız xeyirli olsun. Necə bir hissdir? Gəlmişsiniz bax oyunlara baxmağa. Öz təəssüratınızı bölüşərdiniz. Özünüz təqdim edin zəhmət olmasa. Süleyman, Bakı şəhərinə. Çox gözəl hiss. Bundan gözəl, qürurlu hiss nə ola bilər? Mini futbolda dünya çempionu olduq. Bütün rəqibləri demək olar öz gücümüzü göstərdik. İnşallah bundan da gözəl qələbələr arzulayıram və əsas millimizə də bundan sonra uğurlar arzulayıram. İnşallah böyük millimizi də görərik final mərhələsində, dünya çempionatında. Təbriklər, təbriklər. Siz də zəhmət olmasa öz təəssüratınızı bölüşərdiniz, özünüzü təqdim edin. Mən Musalı Elcan. Bugün həqiqətən bizim üçün çox sevincli bir gündür. Nəinki bizim üçün, bütün Azərbaycan xalqı üçün çox sevincli bir gündür. Yəni bu gecə həqiqətən çox sevincli olacaq. İnşallah bu mini futbol uğurumuzu böyük futbolda da gözləyirik. Yaşasın Azərbaycan mini futbolu, yaşasın Azərbaycan. Təbrik edirəm bir daha. Bəli, bir daha qeyd edim ki, hazırda biz Gimnastika Arenasının qarşısındayıq və azarkeşlər maç bitib və mükafatlandırma mərasimi keçirilir və azarkeşlər yavaş-yavaş Gimnastika Arenasını tərk edirlər. Təbii ki, növbəti buraxılışlarımızda da biz bu haqda məlumatlar verməyə çalışacağıq. Azarkeşlərimizin təəssüratlarını sizinlə bölüşəcəyik. Hələlik bizdən bu qədər, söz yenidən sizdə. Çox sağ olun Səbuhi, çatdırdığınız ətraflı məlumatlara görə.